ailənin dağılma hekayəsi heç vaxt bir günün, bir hadisənin nəticəsi olmur. Bu illərlə davam edən, kiçik, amma təkrarlanan hisslərin nəticəsidir. Xəyanət, pul, qohumlar, bunlar səbəb deyil. Bəli, bəzən ayrılığın adı xəyanət olur, bəzən maddi sıxıntı, bəzən qaynana, bəzən uşaqlar. Amma bunlar sadəcə buzdağının görünən hissəsidir. Kökdə isə belə bir cümlə var. Məni artıq görmür. Məni artıq eşitmir. İnsan görünməyəndə bir müddət səbr edir. Sonra içində nəyə görə dözürəm ki sualı yaranır? O sual gələndə artıq münasibət çox uzaqlaşmış olur. Bir çox münasibətdə biri verir, digəri alır. Biri çalışır, danışır, bağ qurmaq istəyir, digəri isə boş ver, indi vaxtı deyil, mənim problemim çoxdur. Mənim problemim yoxdur. Sən öz problemlərini özün həll et. Və bir gün o verən tərəfdə susur. O susan an ailə qurtarır. Çünki sevgi susqunluqda yaşamır. Qadın niyə gedir? Qadın çox vaxt sevgisizliyə görə yox, emosional təkliyə görə gedir. Çünki qadın var olmaq istəyir. Duyulmaq, hiss olunmaq, seçilmək. O artıq məni sevir, amma maraqlanmır mərhələsinə çatanda içində bir tükənmə başlayır. Kişi niyə gedir? Kişi çox vaxt davamlı tənqidə, qiymətsizliyə dözə bilmir. O da bir nöqtədən sonra özünü nə etsəm də bəyənilmirəm vəziyyətində tapır və uzaqlaşır. Fiziki yox, emosional. Bədən burdadır, amma ruh artıq çoxdan çıxıb gedib. Ailələr bir-birini dəyişmək istədiyi üçün dağılır. Əslində hər iki tərəf yaxşı niyyətlə başlayır. Mən onu düzəldəcəm, mən onu başa salacağam. Amma münasibətlərdə insan dəyişmir. Yalnız özünü anladığı zaman dəyişir. Münasibəti xilas edən tənqid deyil, anlayışdır. Dinləmək, qarşı tərəfin duyğusunu dəyərsizləşdirməməkdir. Ailələr sevgisizlikdən yox, duyğuların səssiz qalmasından dağılır. Bir-birinə baxıb heç nə deməyən iki insan. Amma hər ikisinin içində eyni söz var. Məni eşit. Boşanma çoxlarının dilində bir qorxu, bəzilərinin dilində isə bir azadlıq sözüdür. Kimisi deyir boşanmaq son çarədir, kimisi isə boşanmaq mənim xilasım oldu deyir. Amma sual budur. Boşanma həqiqətən çıxış yoludurmu? Yoxsa bəzən sadəcə içimizdəki çıxılmazlıq hissinə verilən cavabdır? Boşanmaq həmişə getmək demək deyil. Boşanmaq bəzən evdən getmək yox, özünü tapmaq deməkdir. İllərlə susmuş, özünü itirmiş, dəyərlərini unudaraq yaşayan biri üçün boşanma, bəli, bəzən xilas formasıdır. Amma elə insanlar da var ki, boşanmaqla deyil, özünü bərpa etməklə xilas ola bilərdi. Çünki bəzən biz problemi münasibətdə deyil, öz içimizdə daşıyırıq. Münasibətdən qaçırıq, amma öz ağrımızı da özümüzlə aparırıq. Boşanmaq qərarı adətən ağıl ilə yox, ağrı ilə verilir. Bir çox insan boşanmaq qərarını düşünərək yox, dözə bilmədiyi an verir. Bu anda insan artıq yorulub, ümid tükənib, enerji qalmayıb. Amma bu qərarı o anda vermək təhlükəlidir. Çünki o zaman ağrı danışır, ağıl yox. Ən sağlam boşanma qərarı sakitliklə veriləndir. Duyğular səngiyəndə, mən niyə gedirəm sualına dürüst cavab tapanda. Bəzən boşanmaq lazımdır. Bəli, bəzən boşanmaq həyatı xilas edir. Zorakılıq, manipulyasiya, alçaldılma, xəyanət, davamlı laqeydlik. Bunlar artıq münasibət deyil, zəncirdir. Və o zaman boşanmaq bir qaçış yox, özünə hörmətin bərpasıdır. Heç kim xoşbəxt olmaq haqqından imtina etməməlidir. Amma xoşbəxtlik tək qalmaqda deyil, doğru insanla sağlam münasibətdə yaşamaqdadır. Bəzən isə boşanmaqla heç nə dəyişmir. Çünki bəzən biz münasibətdən yox, öz yaralarımızdan qaçırıq. Artıq o mənə dəyər vermir. Amma bəlkə də biz özümüzə dəyər verməyi çoxdan dayandırmışıq. Əgər insan öz daxili ağrısını sağaltmadan gedirsə, həmin ağrının növbəti münasibətə də aparır. Və sonra deyir, hamısı eyni çıxır. Əslində dəyişən sadəcə üzlər olur, amma naxış eyni qalır. Boşanmaq bəzən bitiş deyil, başlanğıcdır. Amma əvvəlcə öz içində nəyi bitirdiyini və nəyə başlamaq istədiyini bilməlisən.
Boşanma bəzən təbii bir qərar, bəzən isə qaçış kimi görünür. Amma çox vaxt bizdə boşanma sadəcə bitmək kimi qəbul olunur. Cütlüklər isə əslində sağlam şəkildə ayrılmaq bacarığını itiriblər. Niyə? Gəlin birlikdə baxaq. Sosial qınaq və damğa. Ən böyük səbəblərdən biri cəmiyyətin boşanmanı damğa kimi görməsi. Qadın ayrılırsa nə oldu deyirlər, kişi ayrılırsa niyə uduzdun sualları gəlir. Nəticədə insanlar yalnız ayrıla bilərik deyil, sağlam ayrılmaq düşüncəsini də unudur. İkinci, duyğuları idarə edə bilməmək. Çox vaxtı boşanma zamanı qəzəb, inciklik, həsəd, qısqanclıq bir-birinə qarışır. Cütlüklər artıq bir-birinə qarşı həssas və konstruktiv davranmağı unudur. Uşaqların gözündə dava və kin qalır. Mal, mülk və hüquqi məsələlər duyğuların qarışdığı bir arenaya çevrilir. Sağlam boşanma üçün öncə emosional idarə etmə lazımdır. Təhsil və psixoloji hazırlığın çatışmamazlığı. Çoxumuz münasibətləri təcrübə ilə öyrənirik. Məktəb, universitet, cəmiyyət bizə sağlam ayrılmağın yollarını öyrətmir. Nəticədə İnsanlar danışa bilmir, razılığa gələ bilmir, sağlam sərhədlər qoymağı bilmir. Qorxu və maddi asılılıq. Bəzən insanlar maddi və sosial qorxu səbəbindən sağlam şəkildə getmir. Qadın maliyyə asılılığı səbəbilə qalır, kişi isə itirdiyi nüfus və statusa görə dözür. Belə olduqda isə boşanma sağlam deyil. Sadəcə bir gərginlikdən qurtulma cəhdinə çevrilir. Keçmişin bağlarından asılılıq. Həm emosional, həm də sosial baxımdan insanlar keçmişə bağlı qalırlar. Ortaq dostlar, qohumlar, uşaqlar. Mən bunu necə izah edəcəm düşüncəsi. Bu bağlılıq sağlam sərhəd qoymağı çətinləşdirir. Nəticə, bizdə cütlüklər sağlam boşana bilmir. Çünki sosial qınaq və damğa çox güclüdür. Duyğular idarə olunmur. Qəzəb və inciklik artır. Psixoloji və emosional hazırlıq çatışmır. Maddi və sosial asıllıq qorxudur. Keçmişin bağları sərhəd qoymağa imkan vermir. Boşanma son deyil. Amma sağlam boşanma bacarığı bir həyat dərsidir. Əgər insanlar bunu öyrənsə, həm özlərini, həm də uşaqlarını qoruyar, həm də cəmiyyətə daha sağlam nümunə verər. Son illərdə bir çox insan bu sualı verir. Qadınlar niyə indi daha çox boşanır? Və daha çox səslənən cavabsa budur. Çünki indi qadınlar işləyir, pul qazanır, kişidən asılı deyil. Amma gəlin baxaq, bu doğrudanmı yalnız pul qazanmaq məsələsidir, yoxsa bu daxili azadlığın, özünü dərk etməyin nəticəsidir? Qadının iqtisadi azadlığı nəyi dəyişdi? Əvvəllər qadınlar boşanmaq istəsə də, çox zaman bunu edə bilmirdi. Çünki evdən getsə, harda qalacaq, necə dolanacaq, kim ona inanacaq sualları vardı. Yəni münasibət bitmişdi, amma maddi asılılıq onun çıxış yolunu bağlayırdı. İndi isə vəziyyət dəyişib. Qadın işləyir, təhsil alır, pul qazanır, öz qərarını verə bilir və artıq dözmək məcburiyyətində deyil. Bu o demək deyil ki, qadınlar indi evliliyə dəyər vermir. Xeyr, bu o deməkdir ki, qadınlar artıq özlərinə dəyər verir. İqtisadi azadlıq təkcə pul deyil. İqtisadi azadlıq sadəcə maaş almaq deyil. Bu qadının öz seçimini edə bilməsi deməkdir. Mən burada qalmaq istəmirəmsə, gedə bilərəm düşüncəsi. Bu düşüncə qadına məsuliyyət də gətirir. Çünki artıq həyatına sahib çıxır və bəzən bu sahiblik münasibətin reallığını daha aydın göstərir. Əvvəllər qadın ailə dağılmasın deyə susurdu, indi isə özüm dağılmayım deyə qərar verir. Bəli, iqtisadi azadlıq boşanma sayını artırıb. Amma bu artım daha çox boşanmaq istəyindən yox, daha az qorxudan qaynaqlanır. Qadın artıq getdiyi zaman acılıqdan qorxmur, tənha qalmaqdan qorxmur. Əksinə, səssiz əzab içində qalmaqdan qorxur. Yəni boşanma sayının artması cəmiyyətin dağılması yox, insanların şuurlanmasıdır. Amma iqtisadi azadlıq bəzən tək başına kifayət etmir. Bəli, bəzən qadın maddi baxımdan azaddır, amma emosional olaraq hələ də asılıdır. Yəni gedə bilər, amma bəlkə düzələr ümidi ilə qalır. İqtisadi azadlıq qadına imkan verir, amma qərarı emosional azadlıq verir. Ən sağlam addım bu ikisinin birləşməsidir. Maddi müstəqillik və emosional yetkinlik. Kişilərin baxışı da dəyişir qadınlara. Qadının azad olması bəzən kişiləri qorxudur. Çünki illərlə formalaşmış, kişini təmin edən qadının asılı olduğu model pozulur. Amma bu pozulma münasibətin sonu deyil.
Bu bərabərliyin başlanğıcıdır. Artıq münasibətlər mən sənə baxıram yox, biz bir-birimizi seçirik prinsipi üzərindən qurulmalıdır. Bəli, qadının maddi azadlığı boşanma sayının artmasına təsir edib. Amma bu mənfi yox, təbii və sağlam bir nəticədir. Çünki bu gün qadın dözmək üçün yox, yaşamaq üçün seçim edir. Və bu cəmiyyətin zəifləməsi deyil, daha sağlam münasibətlərin formalaşması üçün bir mərhələdir. Qeyd edim ki, evlilik o zaman möhkəm olur ki, hər iki tərəf qalmağı məcburiyyət yox, seçim kimi görür. İqtisadi azadlıq qadına seçim imkanı verir, amma qərarı yenə şüurlu insan verir. Boşanma artdı deyə qorxmaq lazım deyil. Bəlkə ilk dəfə insanlar artıq özünü aldatmır. Cəmiyyətimizdə evlənmək nəhayət xoşbəxt oldun deməkdir. Boşanmaq isə nə baş verdi sual ilə qarşılanır. Sanki evlilik həyatın uğuru, boşanma isə uğursuzluq kimi görülür. Amma niyə? Niyə bir kağız imzalananda alqışlayırıq, amma o kağız cırılanda pıçıldayırıq? Bizim cəmiyyət evliliyi idealizə edir. Qız evlənəndə, ailə quranda qadın olur, boşananda isə təkana, ayrılmış qadın. Sanki evlilik insanın dəyərini artırır, boşanma isə azaldır. Xeyr, insanın dəyəri statusdan yox, şəxsiyyətdən gəlir. Evliliyə necə normal baxırıqsa, boşanmanı da həyatın təbii qərarı kimi görməliyik. Çünki bəzən boşanmaq evlilikdən çox daha sağlam bir qərardır. İnsanlar niyə başqasının boşanmasına bu qədər qarışır? Çünki boşanma hamının içində gizli qorxu oyadır. Biz başqasının boşanmasına baxanda sanki öz evliliyimizin güzgüsünə baxırıq. Onlarda da alınmadısa, bizimkisi necə olacaq deyə içimizdən keçirdirik. Və qorxudan həmin insana niyə getdin, bəlkə səbr etsəydin deməklə əslində öz evliliyimizi qorumağa çalışırıq. Bu tənqid deyil. Bu öz qorxusunu müdafiə etmə formasıdır. Boşanmanı normallaşdırmaq nə deməkdir? Boşanmanı normallaşdırmaq o demək deyil ki, artıq insanlar asanlıqla ayrılsın. Xeyr, bu o deməkdir ki, insan seçiminə görə damğalanmasın. Boşanma mədəniyyəti bizə niyə yoxdur? Çünki bizdə münasibətlər ya ideal, ya da faciə kimi göstərilir. Arası yoxdur. Ya mükəmməl ailə obrazı, ya da ki, bütün kişilər eynidir söhbəti. Halbuki reallıq budur. İki fərqli insan bir yolda gedir. Bəzən yollar ayrılır. Bu isə çox təbiidir. Boşanma mədəniyyəti o zaman yaranacaq ki, biz artıq münasibəti bitən insanı ayıplamaq yox, başa düşməyi öyrənəcəyik. Bir kişi boşananda deyirlər, işinə fokuslanır, həyatına davam edir. Bir qadın boşananda isə kim bilir niyə ayrıldı, elə azadlıq istəyirdi. Bu illərlə formalaşmış cəmiyyətçi baxışın nəticəsidir. Amma psixoloji sağlamlıq üçün həm qadın, həm kişi eyni hüquqa malik olmalıdır. Sevə, ayrıla, sağala, davam edə bilməlidir. Boşanmaq yalnız qadın üçün damğa olmamalıdır. Çünki münasibətdə hər iki tərəf məsuliyyət daşıyır. Evlilik necə insanın böyümə prosesidirsə, boşanma da bəzən o böyümənin davamıdır. Əgər evlilikdə özünü itirmisənsə, boşanma sənin özünü tapmaq üçün bir mərhələ ola bilər. Bəli, evliliyə normal yanaşdığımız kimi, boşanmaya da normal yanaşmalıyıq. İki yetişkin insanın öz seçimidir. Bəlkə də cəmiyyətin dəyişməsi elə buradan başlayır. Başqasının həyatına anlayışla baxmaqdan. Evliliyi alqışladığımız kimi, boşanandan sonra da insanın yenidən ayağa qalxmasını alqışlamağı öyrənəndə.